Salam, əziz və dəyərli tamaşaçılar. Sizləri Füzuliyə Axund Baxışı verilişinin yeni buraxılışında xoş gördük. Keçən verilişlərdə bizimlə birgə olan ustad, şair, dəyərli ruhani Axund Azər Sani ilə birlikdə. Yeri gəlmişkən istəyərdim qonağımızı salamlayaq. Hacıcan salam. Aleykümselam. Allah razı olsun. Teşekkür. İndiki qəzəlimiz Füzuli demək Peyğəmbərimizin mövludu münasibəti ilə yazdığı bir qəzəldir bu. Elə 7 beytdən ibarətdir. Bu qəzəldə o qəzəllərdəndir ki, düz rədifi yoxdur. Rədifsizdir bu qəzəl. Amma burada da qafiyələrin hamısında hığını saxlayır. Əvvəli ərəb dilindədir ki, əşraqat min fələkil bəhcəti şəmsin və biha mələəl aləmə nuran və sururan və bəha. Tərcüməsi budur ki, əşraqat ümumiyyətlə şərq sözündəndir. Şərq, şərqiyyə, şərq. İşraqat doğdu. Niyə görə biz şərq deyirik? Çünki günəş oradan doğur. Türklər də ona doğu deyir, doğu. Qərb qurubdandır ki, günəş batır. Türklər ona nə deyir? Batı. Doğu, batı. Əşraqat doğdu min fələkil bəhçəti. Bir, necə deyəm, əflakdan doğdu bir fələyin sevincindən bir işıqlı bir günəş. Şəms günəşdir. Və biha və işıqlı. Mələəl aləmə nuran və sururan və bəha. Mələə doldurmağa deyərlər. Məmlu. Dolu. Doldurdu aləmi nuru ilə, sururu ilə, surur yəni şadlıq və bəha və sevinclə. Bir beyt ərəb dilində deyir və bunu ilə bildirir ki, elə bir günəş doğdu ki, fələklərdən aləmi həm nur və həm şadlıqla doldurdu. Və sonra başlayır öz dilimizdə vəsf eləməyə Peyğəmbərin neyini? Təvəllüdünü, viladətini, doğuluşunu. Çıxdı bir gün ki, ziyasında təmamiyyə rəsul oldu məhv. Öyle ki, xurşidi şüaində suha. Belə bir günəş çıxdı bir gün ki, ziyasında, işığında təmamiyyə rəsul. Rəsulun cəmidir, yəni bütün peyğəmbərlər oldu məhv oldu, yəni görsənməz oldu, görünməz oldu. Öyle ki, xurşidi şüaində suha. Necə ki, günəşin şüasında suha ulduzu. Suha ulduzu o qədər zərif bir, yəni parıltıya malikdir ki, hətta digər görsən, ay çıxanda, ay daha nurlu görsənəndə o heç görsənmir. Ya görsən, o biri ulduzların hətta işığında bu çox sönük görsənir. Günəşin şüası ilə suha necə yoxa çıxar? Amma yoxa çıxan məhv oldu, özdə Füzulinin incəliyinə bax. Elə deyək ki, məhv oldu, yəni çıxdı, getdi, şimdi aycan, bunlar yox oldular, yox oldu, yox ha. Buna təşbih getirir ki, günəşin şüasında suha ulduzu necə yoxa çıxır? Görsənməz. Gözə görsənmir. Gözə görsənməz, bəli. Və sonuncu Peyğəmbərin gəlişi ilə artıq digər Peyğəmbərlər o mənada məhv olub, aradan gedir, həlak olur, filan yox. Yəni, artıq olanın şəriəti hökmdən düşdü. Çıxdı bir gün ki, ziyasında təmamiyyə rəsul oldu məhv öyle ki,
xurşid şüayında süha oldu bazar cahan ronaq bir durr yetim ki deyil ki cahan hasili oldurra baha. Burada Peyğəmbərimizi durr yetimə bənzədir. Ümumiyyətlə Peyğəmbərimizin o klassik ədəbiyyatda durr yetim kimi adlandırırlar. Əvvəla Həzrəti Peyğəmbər ki, uşaq vaxtından yetim qalıb, atasız, anasız böyüyüb, babasının himayəsində, sonra əmisinin himayəsində ona yetim deyiblər. Amma durr yetimin bir mənası da odur ki, bu bir mirvaridir. Digər mirvarilərdən fərqli olaraq çox iri, dolğun bir mirvariyə deyərlər durr yetim. Bir oldu bazar-ı cahan. Bazar-ı cahan, cahanın bazarında bu cahanı bir bazara bənzədir. Bazara. Rovnaqı, yəni onun bəzəyi oldu bazar-ı cahan rovnaqı bir durr yetim. Həmən o durr yetim bu bazarı bəzədi. Sonra ona qiymət verir. Çünki bazar varsa bir dənə qiymət söhbəti olmalıdır da. Bazarda al-ver qiymət olur axı. Bu Füzulinin o həssənatıdır da, bu gözəllik yaradır ki, deyir, oldu bazar-ı cahan rovnağı bir durr yetim ki deyil, iki cahan hasili oldurra baha. İki cahan, ikən cahan deyir, yəni yer gəlmişkən bunu da qeyd eləyək. Var axı, damat özdən nə şey çıxartılır. O da bilsən nədən irəli gəlir? Əski əlifbada yazılıb şeirlər. İki yazmaq üçün bir əlif yazırsan, bir yə yazırsan, bir kaf, bir də bir dənə də yə. Sonunda yazılan yə. Sonunda yazılan yə, sonunda yazılan nuna oxşarlığı var. Və onun nöqtəsi orada ikən. Nöqtə olsa yuxarıda olur ikən, nöqtənin üzrə iki. Güya ki, bu ikən olur, sonra iki kimi oxuyublar falan. Amma bu cahanın ikiliyi barəsində daha Əli Nəsiminin özündə bir 28 dənə misal var ki, gətirmək olar ki, ikilikdən söhbət eləyir. Neysə, ki deyilik ki, cahan hasili oldurra baha. İki cahanın bu dünyanın, ahirətin hasili, onların da istər bu dünya ahirət, istər bu dünyada olan ikiliklər, bunların hamısının hasili onun qiymətinə gəlib çata bilməz. Yəni, dünyada ən qiymətli gövhər Həzrəti Peyğəmbərdir. Niyə? Çünki Ələ Füzulinin öz sözüdür ki, aləm sədəfində insandan qiymətli gövhər yoxdur. İnsan sədəfində sözdən qiymətli gövhər yoxdur. Təsəvvür elə, bütün gəlmiş, keçmiş, hələ gələcək, keçəcək, nə qədər insanlar var, onların arasında ən ali rütbəli insan Peyğəmbərdir deyir, ən ali rütbədə olan insan. Və axı Füzuli də demişdi ki, insan sədəfində də söz qiymətlidir, ən ali söz də Peyğəmbərdir ki, Quran-ı Kərim. Bir rütbə-i hikmət-i meyrac-ı kəmaliyinə görə, rütbə-i hikmət-i meyrac-ı kəmaliyinə görə, hökəma firqə-i dum, fəlsəfə cəmi süfəha. Həmişə bir şeyi tərifləyəndə boş-boşuna digərini pisləməzlər. Həzrəti Peyğəmbərlə Həzrəti İsa'nın fərqini deyir ki, nə ola tutsam qədridə üstün Məsihadan səni. Peyğəmbərə deyir ki, Həzrəti Məsihadan səni üstün tutsam nə olar? İndi üstün tutursan tut, amma bunu əsaslandır. İndi əsaslanmağa bax. Deyir, nə ola tutsam qədridə üstün Məsihadan səni. Yerlə göy mizan olub. Yerlə göy olub tərəzi. Fərq etmiş ağırdan yüngül. Ağırla yüngül fərq etmiş. Peyğəmbər gəlir, Həzrəti İsa göyə çəkilib. Deyir, burada da rütbə-i hikmət-i meyrac kəmaliyinə görə. Bu məlum məsələdir ki, Həzrəti Peyğəmbərin meyracı dünyada heç bir kəs o məqama gedib çatmayıb, onun aliliyi, özdə orada bir hikmət ki var, hikmət. Biz onun ancaq rütbəsini bilə bilərik ki, o meyracı Allah onu aparıb, özü aparıb,
özü getməyib. Allah aparıb onu. O hansı bir məqamda insanın idraki ora çatmır. İnsan onu əqllə düşünə bilmir. Bəzi şeylər var ki, onun həqiqətini bilirsən, amma əql onu dərk eləmir. Bilirsən var, amma əql dərk eləmir. Meyrac da onlardan biridir. Bu, həmən rütbəyə baxanda bütün hükəma, hikmət bilənlər, Müdriklər. bəli, bütün hikmət əhli olur aşağı təbəq, firqə-i dun. Aşadun, aşağı, alça, aşağı təbəq olur. Bu hikmətdən də yuxarı məqamdır. Hükəma, bütün hikmət əhli. Hikmət əhlindən gedir asə. Amma fəlsəfə cəmi üçün nə deyir? Sıfəha, səfəhin cəmi. Onlar səfəhin boş-boş danışırlar. Boş-boş danışanlar. Fəlsəfə əhli üçün belə deyir. Bu mövzuda hələ belə fəlsəfə əhli boş danışandır. Amma ondan da üstün hikmət əhli üçün deyir ki, o da aşağıda qalır. Hükəma firqə-i dun. Aşağı təbəqədir. Meyracına görə hükəma firqə-i dun. Hikmət əhli aşağı yerin adamlardılar. Onun məqamının yanında. Rütbə-i hikmət-i meyrac kəmalına görə. Hükəma firqə-i dun, fəlsəfə cəmi sıfəha. Hələ boş-boş danışanlardır. Münhi mərifəti. Gözə bax. Münhi mərifəti. Hal dili ilə daim qılır əhli həqə əsrar-ı həqiqət inha. İndi incəlik var burada. Nə məsələdir bu? Münhi mərifəti. Mərifətinin o lap da o yuxarı dərəcəsi. Düzdür? Mərifətin ən böyük dərəcəsində Həzrət Peyğəmbərdir. Amma Peyğəmbərimiz münhi mərifəti ilə insanlara qəliz-qəliz sözlər danışmır. Adam var, həddən artıq çox savadlıdır. Danışır, 100 dənə sözündən 20'sini başa düşürsən. Özün də deyirsən ki, bu nə qədər bilir, bunu dərk eləmək çətindir. Bu dəryadır, bunu dərk eləmək çətindir. Peyğəmbərimiz o adam deyirdi. Sadə, adi sözlərlə. Amma dərin mənalarla. Deyir ki, münhi mərifəti. Mərifətinin o son dərəcəsi. Gör nə deyir? Hal dili ilə daim. Deməli, Peyğəmbər qəliz-qəliz ibarələrlə, qəliz-qəliz mətləbdən, o məxsusi terminlərdən istifadə edərək yox, hal dili ilə. Təsəvvür elə, hal dili ilə, yaşantısı ilə. Davranışları ilə. Yaşantısı ilə, hal dili ilə. Daim qılır əhli həqə. Özdə burada da bildirir, haqq əhlinə, hər adama yox. Qılır əhli həqə, nəyi? Əsrar-ı həqiqət inha çatdırmaq. Həqiqətin sirlərini çatdırır. Kimə? Haqq əhlinə. Hansı yolla? Qəliz ibarələrlə, terminlərlə yox, yaşantısı ilə. Həzrəti Peyğəmbərin davranışı, əxlaqı, danışığı, yazısı deyəndə, yəni sözləri, deyilən sözləri, bütün davranışı dəvət eləyirdi insanları hara? Həqqə. Və öz hərəkətləri ilə o haqq əhlini neynədir? Haqq əhlinə həqiqətin sirlərini çatdırırdı. Münhi mərifəti hal dili ilə daim qılır əhli həqə əsrar-ı həqiqət. İnha necə təqrir edəyin vəsfini bir şahın ki. Biz necə qararlaşdıraq, biz necə onu vəsf eləyək ki? Ona vəssaf ola Yasin, Arif Taha. Ona vəssaf, yəni onu vəsf eləyən, vəsf eləyənə deyərlər. Onun vəssafı Yasindir. Yasin surəsi onu vəsf eləyir. Və müarrif, yəni onu tərif edən, yəni tanıtdıran kimdir? Taha surəsidir. Yasin də, Taha da hüruf-i müqəttə, yəni onlar Həzrəti Peyğəmbərə hədislərdə var ki, ona aiddir bu işarələr. Deyir, necə təqrir edəyin vəsfini bir şahın kimi. Bu şahın
tərifini biz necə qərarlaşdıraq, başlayaq tərif eləməyə ki, bir şey ki, Allah Teala Yasinində onu şey eləyir, bəli, vəsf eləyir, Tahasında da onu tanıtdırır. Füzuli. Öz-özünə müraciət eləyir Füzuli. Rəh-i şər'ini tutol rah-bərin. Şəriət, rah yoldur. Şəriət yolunu tut, kimin? Ol rah-bərin, o rəhbərin, yolu göstərənin. Ey Füzuli, rəh-i şər'ini tutol rah-bərin. Bu təriq ilə, bu yolla, bu üsulla, bu təriqlə, bu yolla, bu təriq ilə zəlalətdən özün eylə rəha. Bu zəlil vəziyyətdən özünü neynə, azğınlıqdan özünü rahatçılığa çıxar yenən. Hansı yolla? Həmən o padişahın yolunu tutqinən, o rəhbərin yolunu tutqinən ki, qalxır üz yuxarıda ki, onu Yasin tərifləyir, onu Taha tərifləyir, o belə bir durri yetimdir, filandır, filandır. Bütün bunları deyəndən sonra deyir ki, o kişinin yolunu tut. Sən ikinci bir kişi gətir göstər mənə ki, bunun yolunu tutsan, xoşbəxt olarsan. Elə-belə demək olar. Bir nəfər durar deyir ki, Karl Marxın yolunu da tut, xoşbəxt olacaqsan. Ancaq kim oldu? Axı, bu adam hal-i dili ilə göstərirdi ki, hal-i dili ilə insanlara çatdırırdı ki, gözəllik bu deyə. Bu insanları baxışı ilə, danışığı ilə, sözü ilə, nəfəsinin o ixlası ilə insanların içərisində olan kin-kudurəti aradan götürürdü. Bəşəriyyəti sevə bilən insana söhbət bundan gedir. Var da idealistlər, ideyasını nəyin gücünə olur olsun, ideyasını yeritmək istəyir. Yox. Açıq qoyur sənə qabağa. Təhlil eləyir, qoyur qabağa. Bu da var, bu da var. Sən gələsən, sən seçəsən. Sən seç. Təşəkkür edirik sizə. Yenə bir maraqlı veriliş alındı. Allah kömək etsin. Allah sizin elminizi daha da bərəkətli eləsin. Teşekkür Allah sizi bu xalqa, bu millətə çox görməsin. İcazənizlə hələlik növbəti görüşlərəcən sağollaşıram sizinlə. Dəvətimizi qəbul edədiyinizə görə də xüsusi təşəkkür edirəm. Mən təşəkkür edirəm. Sağ ol. Əziz və dəyərli tamaşaçılar, biz bir verilişin daha sonuna gəldik. Növbəti verilişlərdə görüşmək ümidi ilə sizinlə sağollaşırıq.